Salam aleyküm. Birinci sualda görürsünüz ki bütün variantlarda qələvi metallardır. Eyni zamanda da deməli onlara uyğun gələn halogenlər də deməli hamısı verilibdir və təbii ki onların hamısı AB əmələ gətirəcəkdir. Sadəcə burada deyir ki, çoxlu sayda qida məhsullarının istehsalında AB-dən istifadə olunur. Bu natri xlordur və sonra yazır ki, burada belə bir ifadə var. Bu lap önəmli bir ifadədir ki, CB4 tərkibli maddə sunla reaksiya girib qüvvətli turşu və çöküntü əmələ gətirir. Silisium xlor 4, qüvvətli turşu olan H-xlor və çöküntü olan H2 silisium O3 əmələ gətirir və bunu közərtdikdə bu zaman silisium O2 və su əmələ gəlir və silisium O2 də çayların, dənizlərin sahilində geniş yayılan mineral maddədir. Ona görə də belə deyək, doğru cavab burada B bəndində uyğun olacaq. Daha sonra ikinci sualı nəzərdən keçirdək. Kalsium karbonat parçalanır kalsium oksidə və karbon dioksidə. Bunların qarşısına naməlum bir işarə yazaq. Çünki tam parçalanma deyil. 600-ün 100A-sı parçalanıb. Qalıbdır 600 minus 100A. Bu da X-ə bərabər duzun kütləsi deyir. Bərk qalıqda oksid, yəni ki CO2 bərk qalıqda deyil, budur. Kalsium oksid 56A bərabərdir 2,8 X. 56A bərabərdir 2,8 vurulsun X-in yerinə 600 çıxılsın 100A yazacağıq. Bundan bu getdi, burada qaldı 20A. 120A bərabərdir 600A, buradan bərabərdir 5-ə. Normal şərait desəydi, yazmalıydı daha doğrusu, amma neyiniyək? 5'i vururuq 22,4'də 112 deməli CO2 olacaqdır. Çünki CO2'nin molu A'dır. Davam edirik 3-cü sualla. Burada görürsünüz ki, X və Y-dən ibarət qarışıqda Y 25%'dir. Bunu belə yazıram 0'dan 25. Y dediyinə ki, yuxarıda Y, aşağıda X-dən Y-in cəmi. Buradan bundan bu getdi, burada qaldı 10Y. Daha 4Y, 4Y deməli 4Y-dən bu Y çıxanda 3Y, X buradan bərabərdir 3Y eləyir. Daha sonra Y-lə Z burada 10%, 0,1 bərabərdir. Y dediyinə görə yuxarıda Y yazıram, aşağıda Y-lə Z-in cəmini. Bundan bu eləyir 10Y, 9Y, Z buradan bərabərdir 9Y. X-lə Z-də isə X-in kütlə payını soruşur. Omega X bərabərdir X 3Y-dir. Burada aşağıda bundan deməli Z-in cəmi, yəni 9Y. Bu da buradan 25% edəcəkdir. Davam edirik. Gəlir burada növbəti sual. Polietilen M-mol C2H4'dür. Üzərinə gəlirəm oksigen, əmələ gəlir karbon dioksid, üstə gəlinsin su. Təbii ki burada deməli biz əmsallaşdıraq. Solda karbon 2N'dir. Hidrogen 4N'dir. Burada 2N yazıram. Oksigen sağda 6N olur. 3N yazıram. Su 36N bərabərdir M. 36N. CO2 deməli 88N bərabərdir M plus 2600. Buradan deməli 88N bərabərdir M-in yerinə 36N yazıram. Buradan deməli 88'dən 36'nı çıxanda bu eləyəcək 52N bərabərdir 2600'ə və buradan da biz 2600'ü 52'ye böləndə bu N deməli 50'ye bərabər olacaqdır. Oksigen də 3N'dir. 3 vurulsun N'in yerinə 50 yazıram. Doğru cavab 150 edəcəkdir. 5-ci sualda 2 asimetrik karbon atomu. Bu karbona baxın. Soldan metil, sağdan böyük bir qrup, hidrogen və OH. Bir də bu. Sağdan COH, aşağıdan NH. Hidrogen və soldan bu qrup. Bəli, 2 dənə asimetrik karbon var. NH2 və COH var, sanfater xassəlidir. Həm sink, həm də natriumla daxil olur. Bəli, yəni ki, burada deməli problem yoxdur. Yəni burada, yəni bunlar həm əsas xassəli, həm turşu xassəli olduğuna görə gedəcəklər. Doğru cavab burada deməli B bəndi olacaqdır. 6-cı sual nəzərdən keçirdək. Deməli burada CO verib. CO2 verib. Bunun molunu bilmirəm, bundan molunu bilmirəm. Orta molekül kütlə 36-dır. 36 bərabərdir 28X, yəni CO. 44 Y, yəni CO2 aşağıda molların cəmi, yəni M1 növ 1 üstə gəl.
M2 bölünsün N1 üstəgəl N2. Buradan 8x bərabərdir 8y. X də buradan y-ə bərabərdir. Bu deməkdir ki, CO-nun molu da CO2'nin molu da eynidir. Ya ikisini x götür ya da ikisini de y götür. Yani problem yoktur. Ondan sonra burada 24 gram karbon tabii ki burada CO2 ilə gedəcək reaksiya. Buradan 2 CO əmələ gələcəkdir. 24'ü bura yazıram, bura 12 yazıram. Görək bu nə qədər sərf olunacaqdır? Çünki solda duran sərf olacaq. 2 mol olacaq x minus 2. Deməli CO2 x minus 2 olacaqdır. Eyni zamanda buradan təzə CO əmələ gəlir. Bu da deməli 4 olacaqdır. Bu da deməli təzəsi oldu x plus 4. Əvvəl x idi, sonra 4 də əlavə oldu. Orta moleküllə 34 bərabərdir. 28 vurulsun x plus 4. Sonra 44 vurulsun x çıxılsın 2. Aşağıda bunların cəmi x üstəgəl 4. X çıxılsın 2. X buradan 11'ə bərabərdir. İlkin qarışıqda dedi ki, bunlar eyni mol idilər. X idilər. Aydın lap əvvəldə, yəni hələ reaksiya getməmişdən qabaq. Bu da 11, bu da 11. Deməli, əvvəl bunlar 22 olublar. Deməli, burada doğru cavab 6-cıda Y bəndi olacaq. 7-ci sual nəzərdən keçirdək. Ümumiyyətlə, burada görürsünüz ki, su əlavə olunur deyil. Su əlavə olunanda qatlıq azalır. Qatlıq azalırsa, oksidaşmə dərəcəsi azalır. Çünki qatlıq oksidaşmə dərəcəsi düz mütənasibdir. Yəni, nitrat turşusunda azot müsbət 5'dir və qatı nitrat turşusundan deməli, maqnezium NO verir. Burada müsbət 2'dir. Sonra durulaşdıqca, yəni su əlavə edildikcə dedik ki, oksidaşmə dərəcəsi azalır. Bu olur N2O. Ondan sonra da olur deməli NH3, yəni durulaşmada. Və fikir verirsə burada azot müsbət 5'dən müsbət 2'yə, yəni burada 3 elektron. Ondan sonra azot müsbət 5'dən müsbət 1'ə 4 elektron. Azot müsbət 5'dən mənfi 8 elektron. Baxın, alınan elektron sayı artır. Yəni suyu əlavə elədikcə durulaşma baş verir, oksidaşmə dərəcəsi azalır və alınan elektron sayı artır. 3'dən 4'ə, 4'dən 8'ə, yəni artır. Oksidaşmə dərəcəsi azalır. Su əlavə elədikcə alınan elektron sayı artır. Yəni burada həm əlavə olunan suyun artması, həmçinin burada belə deyək, alınan elektron sayının artması bu D bəndinə uyğun gəlir. 7-ci sualda doğru cavab D bəndi olacaq. 8-ci sualda buradan əmələ gəlir kalium xlorid, buradan əmələ gəlir kalium xlorat və su. Xlor sıfırdan gəlib mənfi 1'ə. Fərq 1'dir. Xlor sıfırdan gəlib müsbət 5'ə. 5 elektron. Solda xlorat bir oksidaşmə dərəcəsi var. Sağda 2 dənədir. Sağa baxırıq. Ona görə biz soldakı 2'yə vurmayacaq. Yerini dəyişirəm. 5'i yazıram sağda mənfi 1'in qabağına. Xlor oldu deməli 6 dənə. Bura 3 yazıram. Kalium oldu 6 dənə. Bura deməli 6 yazıram. Hidrogen solda 6 dənə. Bura 3 yazıram. Deyir 30 litr xlor 2 reduksiya olub. Neçə litr xlor sərf olunub? Bunun altından, yəni burada normal şərait sözü yoxdur. Ona görə əmsalla işləyəcəm 3. İndi reduksiya olub burada 5 dənə xlor atomu. Baxın. Amma mənə xlor 2 deyir. 5 dənə xlor atomu 2,5 xlor 2 deməkdir. Ona görə bura 2,5 yazacağım. Buradan da deməli bu 36'ya bərabər olacaqdır və 8-cidə D bəndi olacaq. 9-cu sualda burada yazıb ki, deməli X A və B-yə ayrılır. Baxın, yəni kimyəvi reaksiya gedir burada. Amma suda dissosiasiyada A, Z və T-yə. Yəni A nədən ibarətdir? Z və T-dən. Yazıb ki, X-in tərkibində B, Z, T var. Baxın. Düzdür. Sonra deyir ki, X və A birləşmədir. Təbii ki, X parçalanıb A və B müxtəlif elementlər alıbsa birləşmədir. A da ki, Z və T-dən ibarətdir. Bu da birləşmədir. Deyir A və B elementi yox, adedək birləşmədir. Ona görə C bəndi səhv olacaq. Bu sualda deməli baxın, maddə 2'dir, su 3'dür. Həll olan 2'dir, su 3'dür. Buradan kütlə payını tapıram. Həll olan yuxarıda, aşağıda bunların cəmi. Bu eləyir deməli 40%. Yəni bunu pozuram buradan. Yazıram 40%. Burada isə həll olan 3'dür. Su 2'dir. Yəni yuxarı 3 yazıram. Yəni bu eləyir 60%. Burada yazıram 65 salam.
Buradan M1 omega 1 1,5 M vurulsun 40%. Üstə gəlir M2 omega 2 M vurulsun 60. Aşağıda M'lərin cəmi. Bu da 48 eləyəcək. 11-ci sualda deməli 2 CO üstə gəl oksigen əmələ gəlir 2 CO2. Yazıram CO, yazıram oksigen, yazıram CO2 başlanğıc, sərf və tarazlıq. CO2 baxın 2 mol bölü litrdir. Ancaq bunun başlanğıcı verilib, bunun da başlanğıcı verilibdir. Bunun da başlanğıcının sərfi olmur, çünki sağda durub. Və indi bu 2 mol bölü litr alınanda görə bu neçə mol bölü litr sərf olunur. Bu da 2 sərf olunur, bu qaldı 2. Bu nə qədər sərf olunur? Bu da 1 sərf olunur, qaldı 1. Vəssalam. Tarazlı sabiti bərabərdir. Yuxarıda CO2-nin kvadratı, yəni 2-nin kvadratı 4 eləyir. Aşağıda CO-nun kvadratı, yəni 4 vur oksigen. Bu 1-ə bərabər. Doğru cavab burada A bəndi olacaq. 12-ci sual. Tolol C7H8 üstə gəl oksigen. Əmələ gəlir karbon dioksid üstə gəlinsin su. Bura 7 yazıram, bura 4 yazıram, bura 9 yazıram. Deməli, yanma istiliyi yananın qabağında əmsal 1-dirsə, istilik effektinə bərabərdir. 3908 və bunun əmələ gəlmə istiliyi tololun A-dır. Üstünə yazıram, əmsal olsa vurardım. Bəsit maddəyə baxılmır. CO2-nin əmələ gəlməsi 2-dür, qabağında 7 var, 7Q. Suyu bilmirik, C yazır, bu da 4C. Buradan istilik effekti bərabərdir. 3908 bərabər sağdakılar, yəni 7Q üstə gəl 4C çıxılsın A. Buradan da A nəyə bərabərdir? 7Q üstə gəl 4C minus 3908. Bu qutardı. Buradan biz A-nı tapdıq. İndi propan, karbon 3H8 üstə gəl oksigen əmələ gəlir CO2 üstə gəl su. Bura 3 yazıram, bura 4 yazıram, bura 5 yazıram. Bunun da qarşısında əmsal 1 olduğuna görə əmələ gəlmə istiliyi, yanma istiliyi istilik effektinə bərabərdir. Yəni 2218. Bunun əmələ gəlmə istiliyi B-dir. Buna baxmırıq. CO2-nin əmələ gəlməsi 2-dir, qabağında 3 var. Suyu da dedim C götürək 4C. Buradan da 2218, yəni istilik effekti bərabər sağdakıların cəmi çıx, deməli soldakı. Buradan da B nəyə bərabərdir? 3Q plus 4C çıx 2218'e. Buradan deyir A çıx B. Yəni 7Q üstə gələk 4C minus 3908 çıxılsın 3Q plus 4C minus 2218. Bundan bu getdi, qaldı 4Q. Bunlar getdi. Mənfi 3908'dən də mənfi bax 3908'dən mənfi 2218'e çıxanda bu mütədən qabağında minus olduğuna görə bu plus olacaq. Bu da olacaqdır mənfi 1690. Doğru cavab burada A bəndi olacaq. 13-cü sualda demişdi ki, qatılıq oksidaşma dərəcəsindən düz mütənasibdir. Məsəl üçün, buradan SO2 də alına bilər, S də alına bilər, HGS də alına bilər. Bu müsbət 4'dür, bu 0'dır, bu mənfi 2'dir. Bu C1 götürsək, bunu C2, bunu C3 götürsək, C1 böyükdür C2'dən, o böyükdür C3'dən. Yəni HGS-in alınması üçün qatılıq azalmalıdır. Amma temperatur tərsdir. Bu T1, bu T2, bu T3'dürsə, oksidaşma dərəcəsi azalırsa temperatur artır. Aydındır. Yəni, əl-qərəz, oksidaşma dərəcəsi az, HGS burada ən azı da, onda qatılıq burada azalacaqdır, oksidaşma temperatur artacaqdır. Ona görə də 13-cü sualda biz diqqətlə baxsaq, qatılığı artırdıqda yazıbdır, temperaturu azaldıqda yazıb, bir dənə burada 3 uyğundur. Aydındır. Ona görə də 13-cü sualda doğru cavab C bəndi olacaqdır. Daha sonra burada yazıb ki, 14-cü sualda hər birindən eyni kütlədə götürülmüş hansı iri molekul birləşmə daha çox monomer saxlayır? Polipropilen, indi poli sözünü yazmadı, C3H6'dır. Polistirol C8H8'dir. Polivinil xlorid, deməli CH2, CH xlordur. İzopren kauçuku C5H8'dən götürülübdür. Xlopren kauçuku C4H5 xlordan götürülübdür.
və eyni kütləli sözündə də hansının maliyyə kütləsi kiçikdirsə, yəni bu qaydanı bilirsiniz də, o daha çox mol miqdarına malikdir. Ona görə də biz burada 14-də ən balaca budur. Yəni hesablayıb baxa bilərsiniz. Ona görə doğru cavab burada A bəndidir. 15-ci sualda yadınıza gəlirsə mən dərsdə də demişdim, dərs 7-də demişdim ki, Y2 dəfələrlə böyükdür Y1. Bu müsbət 1 deməkdir. Y3 dəfələrlə böyükdür Y2. Bu müsbət 2 deməkdir. Y4 dəfələrlə böyükdür Y3. Bu müsbət 3. Yəni bu balacaya uyğun. Hansı balacadır ona uyğun bax. Görürsünüz. Burada da nə tər tapırıq? Birinci Y1 ilə Y2-yə baxırıq. 210-u bölürəm 120-yə. Sonra bu deməli Y1 ilə Y2-dir. Sonra Y2 ilə Y3-də 2600-ü bölürəm 210-a. Sonra da Y4 ilə Y3-də 2400-ü bölürəm 2600-ə. Hansında böyük rəqam alınır bunda? Hesablayıb baxa bilərsiniz. Burada böyük rəqam alınır. Deməli ən böyük fərq Y3 ilə Y2 arasındadır. Deməli bu müsbət 2-yə bərabərdir. Doğru cavab 15-də D bəndidir. 16-cı suala baxaq. Burada X, A, deməli SO4B yazıb. A məlumdur, bu 2-dir. Çünki SO4-ün valenti X-in indeksinə yazıraq. Bura 2 yazıram. Necə öyrətmişdim? Vururam sayına. 8B ümumi rabitədir. X-in də valenti bura yazılıbdır və iyon rabitə metalın valentini sayına vururam. 2B iyondur. 8B-dən də 2B çıxanda 6B-də polyar kovalentdir. Bu da yazıb ki, polyar kovalent rabitənin iyon rabitəyə fərqi 4-ə bərabərdir. 4B bərabərdir B, 4, B də buradan 1-ə bərabərdir. Yəni, bu da buradan 1 olacaqdır. Artıq biz müəyyənlədik ki, A 2-dir, B də deməli 1-ə bərabərdir. Yəni, bunların da cəmi 3-dür. Və metalın da valenti dedi ki, yəni B1 oldu. Metalın valenti buraya alıraq. 1 valentidir. Doğru cavab B bəndi olacaq. 17-ci sualda orta molekül kütlə 23-dür. X ilə Y 1/3-dür. Yəni bu 1-dir, yəni X. Yəni M1 nü 1. Bu da Y-də 3-dür, yəni 3Y. Yəni molu 3-dür. Molekül kütləsini bilmirəm. Aşağıda bunların cəmi 1 + 3. Buradan deməli 92 bərabərdir. X üstə gəlinsin 3Y. İndi o birisinə baxırıq. 27 tam onda 2. 2x üstə gəlinsin 3y. 2x də 3y aşağıda bunların cəmi 2 üstə gəlir 5. Bu da eləyəcək 136 bərabərdir. 2x üstə gəlinsin 3y. Buradan x nəyə bərabərdir? 92 çıx 3y. Burada yerinə yazıram. 136 bərabərdir 2 vurulsun. X-in yerinə 92 çıx 3y üstə gəl 3y. Buradan da y bərabərdir 16-ya. Yerinə yazsam x də buradan bərabərdir 44-ə. Ona görə doğru cavab burada 17-ci sualda D bəndi olacaq. 18-ci sual nəzərdən keçirdək. Oksigendən ozon alınıb. Bunların qarşısını naməluма vuraq. Deməli, oksigen 10 mol idi. Solda duran sərf olunur əmsalı qədər. Bu qaldı 10 - 3A. Sağda duran da əmsalı qədər alınır 2A. Ümumən bunlar nə qədər oldu? 10 - A. Tapdıq ki, ümumən bunlar 10 - A elədi. İndi yazıb ki, əmələ gələn qarışıqda qazların ümumi molu götürülən oksigenin molundan 20% azdır. Yəni, onun 20% nə qədər edir? 2. Ondan da 2 az, yəni bunlar 8-ə bərabərdir. A buradan bərabərdir 2. Tapdım ki, A 2 oldu. Yerinə yazanda A-nı. Bu eləyir 4. Bu da 4 eləyir. Həzm verilib 2, ona görə bölürəm. 2, 2. Vəstam K tərlıq bərabərdir. 2-nin kvadratı, yəni 4. 2-nin kubu, yəni hər kəsin əmsalı 3 kimi vururam 8. Bu da 0,5 olacaq. 19-cu sualda. Qatılıq C bərabərdir 0,8. Həcm 6. Maddə miqdarı C vur V. 0,8-i vururam 6-ya.
0,8'i 6'ya vuranda bu 4,8 eləyir. İndi C yeni bərabərdir. Çünki coldluq C deməkdir. C yeni bərabərdir. Mol yuxarıda olur. Su aşağı əlavə olunur. Həcmə. Yəni həcm 6 idi. 4 də əlavə olunur. 4,8 bölünsün 10. 0,48 eləyəcək. 20-ci sual. Deməli, dipeptid nə deməkdir? 2 dənə amin turşu. 2A. Yəni A üstə gəl A. Oradan bir dənə su çıxır. Yəni 2 amin turşu. Yəni 2 amin turşunun sayı sudan 1 vahid çoxdur. O da bərabərdir M-ə. Buradan da 2A bərabərdir. M üstə gəl 18. A da buradan bərabərdir 0,5M plus 9'a. İkinciyə baxırıq. A üstə gəl B minus 18 dedim su çıxır. M plus 28. A üstə gəl B bərabərdir. M üstə gəl 18 keçir sağ tərəfə. A'nın yerinə yazıram 0,5M üstə gəl 9. Burada plus B də var. M üstə gəl 46. B qalır yerdə. Bunlar keçir sağ tərəfə. M'dən 0,5M çıxanda 0,5M eləyir. 46'dan da 9 çıxanda 37 eləyir. Doğru cavab A bəndidir. 21-ci sualda doymuş bəsatı karbon turşusu karbon N H2N O2'dir. Karbonun kütlə payı 40%, yəni 0,4 bərabərdir. Karbon 12N, maliyyə kütlə 14N plus 32'dir. N buradan 2'yə bərabərdir. Yəni 2 dənə karbonu olan sirkə turşusudur. Və biz burada bunu amin turşuya çevirəndə hidrogenin birini COH-a birləşəndən əski eləyirik və onun yerinə NH2 yazırıq. Və burada deməli 5 dənə hidrogen var. Tripeptid deyəndə 3'ü vuracam 5'ə 15 hidrogen eləyəcək və tripeptid olanda 2 dənə su buranı tərk edir. Yəni 3 dənə amin turşu olanda 2 dənə su tərk edir və buranı 4 dənə hidrogen tərk edir. Baxın 15'dən 4 çıxanda 11 hidrogen edir. Ona görə də 21-cidə doğru cavab C bəndi olacaq. 22-ci sualda deməli magnezium karbonat veribdir. Həmçinin magnezium karbonat da natrium karbonat. Bunlar qarışığa daxil olan duzlardır, amma kütlələrindən bilmirəm yəni nə qədərdir. Magnezium karbonat nə qədərdir? Natrium karbonat nə qədərdir? Cəmi bunların ümumən M qramdır. Və burada parçalanma gedir. Təbii ki, parçalanma nəyə aiddir? Magnezium karbonat parçalanacaq. Natrium karbonat parçalanmayacaq ki. Magnezium oksidə gedəcək ki və biz də bilirik ki, bərk kütlə fərqində bu fərq parçalanma reaksiyalarında qaza və suya aiddir. Ona görə M və M-11'də fərq 11'də bu qaza aiddir. Burada 44 yazıram. Tapıram buradan bunun kütləsini görə bu nə qədər deməli sərf olubdur. Tam parçalanma dediyinə görə yəni əvvəl nə qədər olubdur? Tam parçalanma deyir. Burada mən yazacağım deməli 84. Buradan tapıram ki A bərabərdir 21'ə. Yəni 21 qram budur. Bu da burada yazıb ki, ilkin qarışıqda natrium karbonatın kütlə payı magnezium karbonatın kütlə payından 3 dəfə çoxdur. Yəni kütləsi 3 dəfə çoxdur da. Yəni bu mənada hesab olunur. Yəni 21'i də 3'ə vuranda 21 vurulsun 3. Bu eləyir deməli 63 qram. 63 qramda natrium karbonat var imiş. Aydındır. İndi buradan biz tapdıq bunu 21 qram tapdıq. Bax bunu. Bu heç. İndi bu zaman nə yazıbdır? Parçalanma zamanı alınan bərk qalan kütlədir. Parçalanma zamanı bu tam parçalanma dediyinə görə daha son qarışıqda magnezium karbonat yoxdur. Ancaq bu alınıb, baxın, gəlin görə bu nə qədər alınıbdır? Tapıram ki, deməli 10. 10 qramda magnezium oksidi alınıb. Bu da axı istifadə olunmamış şəkildə gəldi, axıra çıxdı. 63 qramda bu ümumən 73 qram olub. Y bəndi olacaq. 23-cü sual. Mis 2 sulfat. Üstə gəl dəmir. Dəmir 2 sulfat. Üstə gəl mis. Lövhənin kütləsi M-dir. 25% artıb. Yəni 0,25 M artım olub. Artım deyəndə biz metalların ayirləri 56, 64. İndi əmsal varsa əmsal da var. Onların fərqinə baxır. Bu 8'dir. Artımın altından 8 yazıram. Neçə qram mis alınıbdır? X qram mis yazarıq. Mis də ki 64'dür da. Bundan bu getdik. Bu 2M eləyəcək. Doğru cavab Y bəndi olacaqdır. Ondan sonra gəl burada 24-cü sual. İzopren, karbon H2, karbon CH3, CH, CH2. Burada deməli
Avogadro ədədi yazıb, indi N Avogadro. Biz bunu 1 götürdük. 1 mol kimi götürdük. 1 mol. 1 mol sp3 hibrid orbital olan izopren neçə qramdır? Aydındır. Və burada da deməli 4 sp3 var axı hibrid orbitalı. Bu 68 qramdır da. Çünki C5H8 5 vurulsun 12 üstə gəl 8 68 eləyir. 68-də 4-ə böləndə 17 eləyir. 24-cü sualda doğru cavab B bəndi olacaq. 25-ci sual nəzərdən keçirdək. 25-ci sualda müəyyən şəraitdə hidrogenlə oksigen veribdir. Hidrogen mol payı 20%-dir. Yəni tutaq ki, məsələn yazaq 0,2x. Yəni x molla 20%, yəni 0,2x hidrogencə, bu 0,8x-i də deməli bunun oksigendir. Buradan orta molekül kütləni tapaq. 0,2x vurulsun 2, 0,8x vurulsun 32 bölünsün x. Gəlin tapaq görək buradan bu nəyə bərabərdir? Bu 26-ya bərabərdir. İndi deyək ki, burada eyni şərt hidrogenin mol payını 2 dəfə artıraq. Hidrogenin mol payı deməli 0,2x deyil. 2 dəfə artırında 0,4x olur. Onda gələ bu 0,6x olsun axı. İndi buradan tapaq biz bunu. Yəni birincini biz 26 tapdıq. 0,4x vurulsun 2 üstə gəl 0,6x vurulsun 32 bölünsün. Yenə x eləyir. Gəlin bunu tapaq nə qədər eləyir. Bu da 20 eləyir. Yəni 26 da 20-yə düşəndə 1,3 dəfə azalma olur. Sonra 26-cı sual nəzərdən keçirdək. Burada deməli suyun buxarlanması yazıbdır. Yəni ki, H2O mayedən H2O buxara bu bizim əsas tənlikdir. Və əsas tənlikdə maye solda olmalıdır. Amma baxın, birinci tənlikdə su sağdadır. Bunun yerini dəyişirəm. 2 H2O keçir deməli sol tərəfə maye. Onda 2H2 üstə gəl O2 keçir sağa. Bu olur mənfi 572. Sadəcə burada suyun qabağında 2 olmadığına görə biz bunları 2-yə bölürük. Edir mənfi 286. Səliqəli yazaq. Mənfi 286. Buxar sağdadır, burada da sağdadır. Ona görə buna əl vurmuram. Oldu, kim saxlayıram? 2H2 üstə gəl O2. Əmələ gəlir 2H2 o 484. Yenə də deyirəm, suyun qabağında burada 2 yoxdur. Bunların qabağındakini 2-yə bölürəm. Onda 484-ü də deməli 2-yə böləndə 242 eləyir. 242. Sonra bunları biz tərəf-tərəfə toplamalıyıq da. Yəni sonda elə eləyirik. 286 mənfi 286 ilə 242 toplayanda mənfi 44 eləyir. Yəni mənfi 44. Tapdıq ki, bu reaksiyansilik effekti mənfi 44-dür. İndi bizə nə deyir? 9 qram suyun buxarlanması zamanı nə qədər istilik olacaqdır, onu soruşur bizdən. 18 qramda da ki, mənfi 44-ün də burada işarəni göstərmir də. Ona görə də deməli 26-cı sualda doğru cavab olacaqdır. D bəndi, yəni 22. 27-ci sual, lafızda nətər yazılır? O, karbon H2, karbon H2O. Yəni polimeri keçəndə başa salacağım. Sonra gəlir burada belə benzol nüvəsi. Burada deməli CH, burada CH, burada C'dir. Ondan sonra gəlir burada CH, CH, C. Yəni bir də belə. Bu şəkildə. Və burada deməli sp3 hibrid orbital bunlardır. Bax, karbonlar. sp3 4 deməkdir. Bu deməli biz bunun polimerləşmədir. Burada N olduğuna görə polimerləşmə dərəcəsində başqa bir işarə yazaq. A. 8A, yəni sp3 bərabərdir N-ə. sp2 burada 8 dənə karbon, 8 də sp2 vəziyyətindədir. sp2 3 deməkdir. 8 də üçün 24. 24A bərabərdir N plus 8000. Buradan 24A bərabərdir. N'in yerinə yazıram 8A plus 8000. 24A'dan deməli 8A'nı çıxanda 16A bərabərdir 8000. A da buradan bərabərdir 500. Mən A-nın yerinə nə yazıram? Baba 500. Bax bura. Polimerləşmə dərəcəsi olaraq. Bu da bizə deyir ki, oksigenin sayı. Oksigen 1, 2, 3, 4-dür. 500-ü də 4-ə vuranda 2000 eləyəcək. Doğru cavab 27-də A bəndi olacaq. Bu sualda deməli deyir, radiusu ən böyük olan T'dir. Ümumiyyətlə dövrü böyük olanın radiusu böyükdür. Bəli, T'nin radiusu böyükdür.
Ona göre biz bunu doğru qəbul edirik. Sonra X, Y və Z-in valent elektronu eynidir. Valent elektron qrupu eyni olan deməkdir. Y 3-cü qrupdadır, Z də burada 5-cidə bu uyğun gəlmir. X və Y birləşmə əmələ gətirmir. X burada 4-cü qrupdur. Y 3-cü qrupdur. Yəni bunlar əmələ gətirirlər. Yəni biri 3-cü qrupdur. Yəni problem yoxdur. Z-in minimum oxtaşma dərəcəsi -3'dür. Z deməli 5-ci qrupdur. Maksimum müsbət 5, minimum 5-dən 8 çıxanda -3. Bu doğrudur. 29-cu solda karbol turşusunun homoloğunu göstərin. Yəni fenolun homoloğudur. Yəni OH birbaşa benzol nüvəsinə birləşən olsun. Burada elə bir şey yoxdur, yoxdur. Bu da yoxdur. Doğru cavab D bəndidir. Valerian V hərfi var. Bu Rum rəqəminə 5 oxşuyur. Yəni 5 dənə karbonu var və bunlar mürəkkəb efirlərlə izomerdir və 5 dənə karbonla propil asetatdır. Yəni asetat turşusu və propil. Və 30-cu sualda doğru cavab deməli D bəndi olacaq. 31-ci sualda baxın, bu pi rabitənin görüntüsü hər şeyi həll edir. Siklobutandır, etil spirtidir, propandır, tetraxlor, heç birində pi rabitə yoxdur. Ona görə bu asetilindir. Asetilinin quruluşuna biz baxsaq, burada bu rabitə karbonla hidrogen arasındakı rabitə də var. Bu pi rabitədir. Bu da ki karbonla karbon arasındakı sigmadır. Yəni bu C bəndi olacaq. 31-də doğru cavab olacaq C bəndi. 32-ci sual nəzərdən keçirdək. Amonium nitrat parçalananda deməli N2O və su əmələ gəlir. NO2 ilə deməli su gedir. Ona görə bu sudur. Bu da deməli temperaturda HNO3 və NO əmələ gətirir. Oksigenlə də NO gedir. Bu da NO2-dir. Və burada bunların kütlə payını soruşur. Oksigen kütlə payını X-də deməli 18 bölünsün. Deməli oksigen kütlə payı 16 bölünsün 18 vur 100. Y-də 16 bölünsün 30 vurulsun 100. Z-də də 32 bölünsün 46 vurulsun 100. Və buna uyğun olaraq da yəni müqayisə edirsiniz ki hansı hansından böyükdür. Yəni 32-ci sualda doğru cavab D bəndi olacaq. 33-cü suala baxaq diqqətlə. Oksigenin ozonlaşma reaksiyası. Baxın. Burada deməli oksigen yazıram, sonra ozon yazıram, başlanğıc sərfdə son yazıram, tarazlıq. Bunun başlanğıcını bilmirəm. Bu da sağda durduğuna görə başlanğıcı sərfi olmur. Bunların qabağına naməlum işarə yazıram. Bu əmsala qədər sərf olunur, qaldı -3A. Bu da əmsala qədər alındı 2A. İndi təzyiq sualında mən nə demişdim? Faiz bərabərdir. Kəsir xəttin sürətinə böyükdən kiçik çıxıram. Məxrəcdə əvvəlki rəqəmi yazıb 100-ə vururam. İndi burada deməli 2 dənə rəqəm var. Birincisi oksigen deməli var idi əvvəl. Başqa bir element, maddə yox idi. Bu nü idi. Əvvəl oksigen var, nü. Sonda isə bu ikisi bir yerdədir. Sonda. Bu əvvəldir. Bu da sondur. Sonda bunlar bir yerdədir. Nü minus 3A plus 2A. Yəni keçmişəm də buna sualda işlətmişəm. Nü minus ad. Aydındır. İndi burada faiz 10'dur. 10 bərabərdir. Yuxarıda böyükdən kiçik çıxıram. Yəni nü çıxılsın. Nü çıx A. Yəni nü böyükdə axı nü çıxadan vur 100. Aşağıda əvvəlki rəqəm yazayım. Yəni əvvəl nü olub. Fikrim çatır inşallah. Yəni bunu tapandan sonra buradan deməli biz gəlin bunu həll eləyək. Burada baxın 10 bərabərdir. Burada mötədə aslanda nü minus olur, A plus olur. Demişdim bax mötədən qabağında minus olanda işarə dəyişir. Yəni nü çıxılsın, nü üstə gəl A vur 100. Aşağıda nü qalır. Bu nülər getdi. 100 anı da 10'a böləndə nü bərabərdir 10A. Bura 10A yazıram. Bu da deyir ki oksigenin neçə faizi daxil olur? Oksigen 10A idi, 3A'sı sərf oldu. Yəni ki 30 faizi. Aydındır. Yəni 3 bölünsün 10 vurulsun 100, 30 faiz. 33-cü sualda doğru cavab C bəndi olacaq. Sonra gəlir burada 34-cü sual. Hansı birləşmə cis-trans izomerlik var? İki qat rabitənin solundakı karbona iki eyni şey birləşib olmaz.
Sonra 3 qat rabitəyə aid deyil cis trans. Burada da baxın 2 qatın sağındakini 2 eyni şey birləşib. Burada da eyni şey birləşib də olmaz. Burada da baxın eyni şey birləşib olmaz. Ancaq bu olacaq. Çünki sağ tərəfdəkində karbona hidrogenlə deməli propil birləşib. Deməli burada isə demək hidrogenlə metil birləşib. Yəni bu uyğun gəlir. 34-də Y bəndi olacaq. 35-ci sual. 2 atom spirt karbon N, H2N, OH2-dir. Bunu deməli biz maliyyə kütləsini 14 N plus 34 yazırıq. Doymuş alfatik aldehid karbon N, H2N od. Ancaq burada yazıb hidrogenləri eynidir. Burada hidrogen 2-2-dir, burada isə 2N'dir. Yəni 2 hidrogen çatışmır. Biz onu CH2 ilə həmişə dedik ki, bərpa edirik. Aydındır. Onda bu da maliyyə kütləsi X bərabərdir 14 N plus 30. Aydındır. Vəssalam, buradan 14 N tapırıq. 14 N bərabərdir. Deməli, M minus 34. Buradan 14 N bərabərdir. X minus 30. Buradan M minus 14 N'ləri bərabərləşdirirəm. Buradan da X bərabərdir. M minus 34 üstə gəl 30. X bərabərdir. M minus 4. Doğru cavab 35-də olacaqdır. G bəndi. Sonra 36-cı sualda bu Butlerov reaksiyasıdır. Buradan glikoz əmələ gəlir. Glikozanın 5 dənə OH-ı var. Hidrogenləşəndə sorbit alınır. Onun da 6 dənə OH-ı var. 36-da doğru cavab Y bəndi olacaq. 37-də hansı reaksiyada karbon hibridləşməsi dəyişir? Bu T kiçik 140-dır. Buradan deməli sadə efir alınır. Yəni molekul arası dehidratlaşmadır. Karbon 2H5O, karbon 2H5, üstə gəl su. Burada spirt artıq götürülür. Və burada karbonlar yenə də H3 vəziyyətindədir. Amma bu Lebedev reaksiyasıdır. Buradan yəni 2 mol etil spirtindən divinil alınır. Karbon H2, karbon H, karbon H2, 2 mol su çıxır. Dehidrogenləşmə, dehidratlaşma. Dedim, burada hibridləşmə dəyişəcək. Ona görə də 37-də B bəndi olacaq. Məsələn, bu izomerləşmədir, burada dəyişmir. Suda məhaldan spirt alınır, yenə karbon hibridi dəyişmir. Würz reaksiyası natrium xloru aparır, karbonlar bir-birlərinə birləşir, yenə dəyişmir. Doğru cavab da B bəndidir. 38-ci sualda yağ, gliserini yazırsan və palmitin turşusu karbon 15, H31, COOH-dır. Karbon 15, H31, COOH-dır. Karbon 15, H31, COOH-dır və spirtlə turşu olanda OH turşudan gedir. Hidrogen spirtdən, OH turşudan, hidrogen spirtdən, OH turşudan, hidrogen spirtdən əmələ gəlir yağ, mürəkkəb efir. Nə deyir burada? CO2'nin molu. İndi karbon nə qədərdir burada? 15'i vururam 3'ə 45. Bu da 3 dənə. Bu da 3 dənə. Neçə eləyir? Deməli 45 üstə gəl 6. Eləyir 51. Buradan 51 dənə karbon var. CO2'də bir dənə karbon var axı. Yəni, bundan 51 dənə CO2 alınacaq. Yəni buradan nəyə bərabərdir? 51. İndi gəl hidrogenlərə baxaq. 31'i vururam 3'ə. Eləyir 93. Bu da 5. Eləyir 98. 98 dənə hidrogen var. Bu 49 mol su deməkdir. 49'u 2'ye vuran 98 eləyək. Deməli, B burada nəyə bərabərdir? 49'a. Bu da deyir A minus B. Yəni 51'dən 49 çıxacaq. Ona görə də 38-ci sualda doğru cavab Y bəndi olacaq. Glukozanın spirtə qızqırması zamanı karbon H3, karbon H2OH, etanol və CO2 alınır. Bəsit maddə alınmır. Karbon qazı alınır, bəli. Yalnız mürəkkəb maddə alınır, yəni bəli. Ona görə 39'da doğru cavab deməli deyil dediyinə görə səhvi soruşur. Yəni birinci səhvdir. D bəndi olacaq. Burada almazın mənim molunu bilmirəm. Bunun da molunu bilmirəm. Almazda karbon sp3 vəziyyətində. sp3 4 demək. 4x
bərabərdir 2A. Qrafitdə SP2 vəziyyəti, SP2 3 deməkdir. 3Y bərabərdir A. Buradan 4x bərabərdir 2 vurulsun. A-nın yerinə nə yazıram? 3y. 4x bərabərdir 6y. X bərabərdir 1,5y. X-i buradan pozuram, baba buradan. Qabağına yazıram 1,5y. Deməli almaz molu oldu 1,5y. Grafitin də molu oldu y. Burada bizə deyir ki, grafitin kütlə payı. Demək, təbii ki, burada grafit 12, karbon 12'dir da, karbonun kütlə payı getir də, karbonun kütlə payıdır. Grafit karbon 12'dir, y-ə vururum. Aşağıda 1,5 vurulsun, karbon 12, yəni almaza da karbondur. Üstə gələk, y vurulsun, 12 vurulsun 100. Bu da 40% eləcək, doğru cavab A bəndi olacaq.